müstəqillik günü çox möhtəşəm yağış yağır. Amma bunlar soğuğun da olsa, nə bilim, yağış da yağsa, qar da yağsa yenə də tədbirlərə gedəcəklər. Bu məlumatda sizin nəzərinizə çatdırım. 250 il öncə Amerikanın müstəqilliyi, bu gördüyünüz kadrlar eynən mənim yaşadığım şəhərdə, Boston şəhərində təkrarlanıb. Amerikanın müstəqilliyi bu şəhərdən elan olundu. Boston Amerikanın bir gözüdür. Massachusetts ştatı, Boston şəhəri. Yəni o biri ştatlar çox da belə yaxınzad eləmir. Biz elan eləmişik sizin azadlığınızı. Okey mi? Yalan, nə bilim, Kaliforniyada yaşayıram, Texas'da yaşayıram, New York'da yaşayıram. Hamımız boşsuz. Tariximiz var bizim qardaş. Rayon söhbəti eləmir. Burada da eləmir. Oo, nə gözəl kadrdır. Rayon söhbəti eləmir. Burada da təsəvvür edə şeydir. Rayon söhbəti. Çox möhtəşəm bir şeydir. Yəni bu tarixi anı yaşamaq da çox möhtəşəmdir. 300 illiyində də elə bil mən Miami'də olacağım. 82 yaşında.